Salam əlimlər, hər vaxtınız xeyir olsun. Gəlin bu günləri qrupa göndərdiyim sınaq 4-ün birlikdə izahına baxaq. İzaha keçməmişdən qabaq onu qeyd edim ki, bizim Müəllimlər Akademiyasında ibtidai sinif müəllimlərinin həm MİQ, həm də sertifikasiya imtahanı üçün ödənişli sentyabr qruplarımıza qeydiyyat davam edir. Qoşulmaq üçün 051 232 95 50 nömrəsinə WhatsApp-da yazaraq daha geniş şəkildə məlumat əldə edə bilərsiniz. Onu qeyd edim ki, dərslərimiz YouTube vasitəsilə keçirilir. Həftədə 3 dəfə dərsimiz olacaq. Dərslərimiz sadədən mürəkkəbə doğru keçiriləcək. Hər bir dərsin izah videosu, onlayn sınağı, sınaq izahı daim qrupa göndərilir. Qrup daim açıq qalır. Sizin bilmədiyiniz suallarınız olarkən hər zaman qrupa göndərib izahını görmüş olacaqsınız. Qoşulmaq üçün 051 232 95 50 nömrəsinə WhatsApp-da yazıb daha geniş şəkildə məlumat əldə edib qoşula bilərsiniz. Videonu bəyənmək, kanala abunə olmaq yadımızdan çıxmasın. Gəlin görək, birinci sualımızda bizə nədən danışır? Birinci sualımızda bizə deyir ki, qatar əvvəlcə 4 saata 640 km yol getdi. Sonra sürətini saatda 60 km/saat azaldaraq daha 6 saat yol getdi. Qatar cəmi nə qədər yol getmiş oldu? Bax, bu şəkildə sınağımızı bizim yay təkmilləşmə qrupumuzda aiddir. Biz həmin dərslərdə sadədən başlamışıq keçməyə. Ona görə də birinci sınağımız daha sadə şəkildə təşkil edilir. Get-gedə sınaqlarımızın həcmi artaraq davam edəcək. Gəlin baxaq elə buradakı məsələmizə. Nə deyir bizə? Deyir ki, qatar əvvəlcə 4 saata 640 km yol getdi. Bax, T bərabərdir 4-ə. S nəyə bərabərdir? S də bərabərdir 640-a. Mən burada V-yi tapa bilərəm. Sürət tapılanda gedilən yol bölünür zamana. Görək bunun sürəti nə qədər olmuş olur? 640-ı böləcəm 4-ə, bunun sürəti 160 km/saat imiş. Bu oldu birinci mərhələdə getdiyi. Bəs ikinci mərhələdə nə edib? Deyir ki, sürətini 60 km/saat azaldaraq. 160 sürət idi. Bunu 60 azaltsa yazıram 160 çıxılsın 60 bərabərdir 100. İndi sürət bərabərdir 100-ə. Bəs nə qədər zaman sərf edib? 6 saat. T də bərabərdir 6-ya. O zaman nə qədər yol gedər? 100-ü vuracaqsınız 6-ya. Bu da eləyəcək 600. Deməli 600 kilometrdə sonradan yol getdi. Əvvəl nə qədər getmişdi? Əvvəl də 640 kilometr yol getmişdi. O zaman nə edirik? Bizə deyir ki, qatar cəmi nə qədər yol getdi? O zaman getdiyi yolları toplamaq lazımdır. 640-ın üzərinə 600'ü gəlmək lazımdır. Və sonra bu da olur bizim düzgün cavabımız. 640'ın üzərində 600 gələndə 1240 eləmiş olacaq ki, bu da variantlarda qeyd edilmişdir. Bu oldu birinci sualımızın izahı. İndi baxaq ikinci sualda görək bizdən nə istəyir. İkinci sualda da deyir ki, sürəti saatda 90 km/saat olan maşın 30 saniyə nə qədər yol gedər? Sürət çevirmələrindən danışanda demişdik ki, 18-də 5-ə vururuq və ya da ki, 3-də 50-yə vururuq. Bunları hardan alırıq? Birinci ona baxaq, ondan sonra başlayaq bunu həll etməyə. Baxın, sürət məsələlərində danışanda deyirlər ki, 18-də 5-ə vururuq. Niyə 18-də 5? Hardan alır? Gəl ona baxaq. Bax, kilometr bölünsün saatdan çevirmək lazımdır metr bölünsün saniyəyə. Bu zaman nə edirik? Bax, kilometri metrə çevirək. Kilometri metrə çevirsəm nə alınacaq? 1000 alınacaq. 1000 metrdir. Saatı da saniyə çevirməliyəm. 1 saat neçə dəqiqədir? 60 dəqiqədir. 1 dəqiqəmizdə 60 saniyə olduğuna görə 60-60'a vururam. 3600 alınır. Sonra bunları ixtisar edirəm. 2 0 buradan gedir. 2 0 buradan. 36'da 10. Bu da 2'ye ixtisara gedəndə 18'də 5 alınır. Bax, 18'də 5'ə niyə vururuq? Bax, buradan aydın olmuş oldu. Deməli, biz kilometr bölünsün saatı, metr bölünsün saniyə çevirməliyik. Çevirmədən ötürü ən rahat qaydamız nədir? Bundan sonra 18'də 5'ə vururuq. 18'də 5 niyə alınır? Kilometr metrə çevrilir, saat saniyə çevrilir, ixtisar aparılır və yerdə qalır 18'də 5. İndi bu məsələdə, gəl indi bax, bunu tətbiq eləyək. Deyir ki, sürəti saatda 90 km/saat olan maşın 30 saniyə nə qədər yol gedir? Deməli, biz kilometr bölünsün saatdan nəyə çevirməliyik? Metr bölünsün saniyə çevirməliyik. Bu zaman nə inirdik? 18'də 5'ə vururduq. Gətirirəm indi 90'ı, vururam 18'də 5'ə. Bölürəm məxrəcə, vururam sürəti. Çünki ədədi kəsrə vuranda bu şəkildə danışmışdıq. 90'ı böləndə 18'də 5 eləyir, 5'i də 5'ə vuranda 25 eləyir. Deməli, bunun sürəti 25 metr bölünsün saniyədir. Və bizə deyir ki, 30 saniyə nə qədər yol gedər? Deməli, V bərabərdir 25'ə, T bərabərdir 30'a.
Gedilən yolu tapanda nə edirdi? Sürət zamana vurulurdu. 25'i vuracaqsınız 30'a. Vəssalam. Bununla da cavabımızı tapmış oluruq. Cavab olur nə qədər? 750 metr yol getmiş olacaq burada. Bu da variantlarda qeyd edilmişdir. Belə, bu haqda danışdıq. Baxaq indi növbəti məsələmizdə görək bizə nədən danışır. 3 nömrəlidə də bizə deyir ki, sürəti saatda 18 km/saat olan moped 6 dəqiqəyə nə qədər yol gedər? Bu dəfə də kilometr bölüsün saatdan metr bölüsün dəqiqəyə çevirmək lazımdır. Gəlin də ona baxaq. Bax, kilometr bölüsün saatdan nəyə çevirmək lazımdır? Metr bölüsün dəqiqəyə. Bax, metr bölüsün dəqiqəyə çeviririk. İndi yenə də kilometri metrə çevirirəm. 1 kilometr 1000 metrdir. Yazıram 1000'i. Saatı da dəqiqə çevirirəm. Eləyir 60. İndi bunlar ixtisara getsə, bax bunu 0 ilə bunu 0 getdi. 6-da 100'ü də 2 ixtisar aparsam 3'də 50 qalır. Deməli kilometr bölünsün saatdan metr bölünsün dəqiqə çevirəndə 3'də 50'yə vurmaq lazımdır. Niyə 3'də 50'yə vururuq? Bax buradan görsəndi ki biz kilometri metrə çevirdik, saatı dəqiqə çevirdik və 3'də 50'ni almış olduq. İncə bunu məsələmizə tətbiq edək. Baxın. Deyir ki 18 km/saat olan moped 6 dəqiqə nə qədər yol gedir? Biz 18'i vurmalıyıq neçəyə? 3'də 50'yə. Bölürəm 3'ə, vururam 50'yə. 18'i 3'ə böləndə 6, 6'da vuranda bu da 300 eləmiş olacaq. 18 3'ə böldük 6, 6'ını da 50'yə vuranda 300 elədi. Deməli bunu V nəyə bərabərdir? 300 metr bölünsün dəqiqəyə. Yəni dəqiqə 300 metr yol gedir. Bəs 6 dəqiqəyə nə qədər gedəcək? T də bərabərdir 6'ya. Gedilən yolu tapanda sürət vurulmalıdır zamana. Bu da eləyəcək 1800. Cavabımız neçə olacaq? Cavabımız olacaq 1800'ə bərabərdir. Bu da variantlarda qeyd edilmişdir. Belə, bu haqda danışdıq. Baxaq, növbəti məsələmizdə görək bizə nədən danışır. Baxırıq 4 nömrəliyə. 4 nömrədə nə deyir? Sürəti saatda 90 km/saat olan maşın gedəcəyi yerə 4 saata çatır. Qayıdarkən eyni yolu 12 saata qayıdır. Maşının qayıdarkən sürəti neçə km/saat? Bax, sürət birinci nəyə bərabərdir? V bərabərdir 90'a. T neçədir? T də bərabərdir 4'ə. Gedilən yolu tapanda sürət vurulmalıdır zamana. Bu eləyir 360 kilometr. Getdiyi yol bu qədərdir. İndi geri qayıdır. Geri qaydanda yol dəyişmir ki, getdiyini qaydacaq da. Yəni S bərabərdir 360'a. Geri qaydanda. Bəs geri qaydanda zaman nə qədər sərf edib? 12 saat zaman sərf edib. Mən buradan sürəti tapanda 360'ı, yəni gedilən yolu zamana bölməliyəm. Vəssalam. Bununla da cavabımızı tapmış olduq. Yəni getdiyimiz yolu geri qaydırıq da. Bu da getdiyi yolu geri qayıtdığına görə yol dəyişmir. Elə 360 olaraq qalır. 360'da 12'yə böləndə 30 eləmiş olur. Demək cavabımız neçə oldu? 30 km/saata bərabərdir. Belə, bu haqda da danışdıq. Baxaq növbəti məsələmizə. Videonu bəyənmək, kanala abunə olmaq yadımızdan çıxmasın. Baxaq 5-ci sualımıza. Baxırıq 5'də bizə nə deyir? Sürəti saatda 160 km/saat olan maşın 45 dəqiqəyə neçə kilometr yol gedər? Bax, bu tipli məsələlərdə bir neçə həlli variantı var. Ən rahat həlli nədir? Biz dəqiqəni saata çevirərik. Dəqiqədən saata çevirəndə nə edirik? 60'a bölürük. Düzdür? 45'i bölərəm 60'a. Bunlar 15'e ixtisara geçsələr qalır 4'də 3. Bizə dedi ki, sürəti 160 km/saat olan maşın 45 dəqiqə nə qədər yol gedir? 160'ı vurursunuz 4'də 3'ə. 160'ı 4'ə bölüb 3'ə vurarsınız. 160'ı 4'ə böləndə 40 eləmiş olacaq. 40'ı da 3'ə vuracaqsınız. 120 kilometr yol getmiş oldu. Bax belə. Bu şəkildə məsələmizi həll eləmiş olduq. Və yaxud da ki, tənasüblə də həll edə bilərsiniz. Sürəti saatda 160 km olmaq nə deməkdir? Yəni 1 saata nə qədər yol gedir? 160 km gedir. Bəs 45 dəqiqəyə nə qədər gedəcək? 45 dəqiqədə x gedəcək. Biz 45'i dəqiqə ilə yazdığımıza görə bu 1 saatı da silərik buradan. Bunun yerinə 60 dəqiqə yazarıq. Əvəzlədikdə 1 saat 60 dəqiqədir. Biz bunu çarpı şəkildə də vuraraq həll eləyə bilərik. Belə, bu haqda danışdıq. Baxaq növbəti məsələmizə. Deyir ki, 8'də 5 saata 60 km yol gedən maşının sürətini tapın. Maşının sürəti deyiləndə onun 1 saata getdiyi nəzərdə tutulur. Bax, 8'də 5 saata nə qədər gedib? 60 km yol gedib. Biz o zaman nə edirik? Hissəsinə görə ədədi tapırıq. Hissəsinə görə ədədi tapanda ədədi kəsirin sürətini bölüb məxrəcinə vururuq. Bu qədər rahat. 60'ı
Böləcəyik 5-ə, eləyəcək 12. 12-ni də vuracaq 8-ə, bu da eləyəcək 96. Deməli, sürəti nəyə bərabərdir? 96 kilometr böl saata bərabərdir. Bu haqda danışdıq. Baxaq növbəti məsələmizə. Baxırıq 7 nömrəliyə. 7 nömrədə bizə nə deyir? 7 nömrədə də deyir ki, avtomobil 7:00-da yola düşdü, 15:00-da gedəcəyi ünvana çatdı. Avtomobil cəmi 560 km yol getmişdirsə, onun sürətini tapın. Əvvəlcə çatdığı vaxtdan, hərəkətə başladığı vaxtı çıxarıq buradan. Görə bu nə qədər yolda olub. Baxıram ki, 8 saat yolda olub. Deməli, bunu T nəyə bərabərdir? T bərabərdir 8-ə. Və nə qədər yol gedib? S bərabərdir 560 kilometrdə yol gedib. O zaman V nəyə bərabərdir? Sürət tapılanda gedilən yol gətirib bölünür zamana. Bu deyilir 70 kilometr böl saat. Bu da hardadır? Bu da C variantında qeyd edilmişdir. Baxırıq növbəti məsələmizə. Nə deyir 8 nömrəlidə? 8 nömrəlidə də bizə deyir ki, avtomobil 200 km yolu 4 saata getdi. Qayıdarkən sürətini, əvvəlki sürətini 5də 1 hissəsi qədər azaltdı. Avtomobil gedib qayıtmağa nə qədər vaxt sərf elədi? Bax, birinci S bərabərdir 200-ə. T də bərabərdir 4-ə. Mən buradan V tapa bilərəm. V tapanda 200-ü bölərsiniz 4-ə. 200-ü 4-ə böləndə 50-ni tapdıq. Bu oldu ilkin verilənlərə əsasən tapılan. Bundan sonra nə idi? Bu getdi çatdı. Qayıdarkən isə sürətini əvvəlki sürətinin 5də 1 hissəsi qədər azaltdı. Sürət bərabərdir 50-yə. 50-ni 5də 1-i qədər azaltmaq. Gəl bölək 5də 1-ini tapaq. 50-ni 5-ə böləndə 10, 1-ə vuranda 10. Yəni 50-ni 10 vahid azaldıb. İndi sürət neçədir? İndi sürət bərabərdir 40-a. 50 idi, 10 km/saat azaldıb. Yəni 5də 1 50-nin 10 hissəsi, yəni 50-nin 5də 1 hissəsi tapırsınız 10 km deməkdir. Yəni 50-nin 5də 1-i 10-dur. 50-ni 10 vahid azaltmaq 40 deməkdir də. Yəni 40 eləməkdir sürətini. Və bizə deyir ki, qayıdarkən biz də demişdik ki, getdiyi yolu qayıdır da, gedəndə yol nə idisə, qayıdarkən də yol ona bərabərdir. O zaman T nəyə bərabərdir? 200-ü 40-a böləcəksiniz, 5 eləmiş oldu. Bizdən nə soruşur? Avtomobil gedib qayıtmağa nə qədər vaxt sərf elədi? Bax, gəl baxaq. Gedərkən nə qədər zaman sərf eləmişdi? 4 saat, qayıdarkən də 5 saat. 4-ün üzərinə gəlirsiniz 5-i, bütövlükdə 9 saat zaman sərf eləmiş oldu. Cavab da C variantında qeyd edilmişdir. Belə, bu haqda danışmış olduq. Baxaq növbəti məsələyə. Görə növbəti məsələdə bizə nədən danışır? Baxırıq 9 nömrəliyə. Deyir ki, avtomobil 480 km yolun yarısını 80 km/saat, digər yarısını 60 km/saat sürətə getdi. Avtobus cəmi neçə saat yolda oldu? Bax, avtobus 480 km-lə gedib, bir yarısını 80-lə, bir yarısını 60-lə. Bax, 480 km-lik yoldur. Bir yarısı eləyir 240, digər yarısı da oldu 240. Deməli, burada S-dir. Bax, bunlar S-lərdir. Yolun hissələrində getdiklərdir. V-lər nəyə bərabərdir? Burada V bərabərdir 80-ə, burada da V bərabərdir 60-a. Və siz buradan T-yi tapanda 240-ı bölərsiniz 80-ə, 240-ı 80-ə böləndə 3 alacaqsınız. Burada da T bərabərdir 240, 60-a böləndə 4 tapacaqsınız. Avtobus cəmi neçə saat yolda oldu? O zaman zamanları nə edəcəksiniz? Toplayacaqsınız burada. Bu deyiləcək 7 saat. Nə iş gördük? 480'in yarıları 240, 240'dır. Bunlar S-lərdir. V-lər də 80'dir, 160'dır. Zaman tapılanda 240'ı 80'e bölsünüz 3 eləyir. 240'ı 60'a bölsünüz 4 eləyir. Üstünə də 4'ü toplayanda bu deyilir 7. Cavabımız variantlarda qeyd edilmişdir. Belə, bu haqda danışdıq. Baxaq növbəti məsələmizə. Baxırıq 10 nömrəliyə. Avtomobil 4 saata 304 km yol getdi. Sürəti avtomobilin sürətindən 19 dəfə az olan piyada 5 saata nə qədər yol gedər? Bax, T bərabərdir 4-ə. S bərabərdir 304'ə. Mən buradan V-yi tapa bilərəm. Sürət tapılanda gedilən yolu bölərəm zamana ki, görün bu hansı sürətlə hərəkət edir. Baxıram ki, 76 km böl saat sürətlə hərəkət edir. Sonra sürəti nədir deyir? Avtomobilin sürətindən 19 dəfə az olan dəfə az bölmək lazımdır. 76'nı bölürsüz 19'a ki, görə digərinin sürəti nəyə bərabərdir? 76'nı da 19'a böləndə 4 elədir. Demək, digərinin sürəti 4'dür. 19 dəfə az olan piyada 5 saata nə qədər yol gedir? Piyadanın da zamanı bərabərdir 5'ə. Gedilən yolu tapanda yenə sürət vurulur zamanı. Bu deyilir 20 kilometr yol getmiş olur.
Bax, bu qədər sadə. Bu şəkildə məsələmizi həll eləmiş olduq. 304-ü 4-ə bölməklə mən 76 tapıram avtomobilin sürətini. Avtomobilin sürətindən 4 dəfə az piyadanın sürətidir. Deməli, piyadanın sürəti 4-ə bərabərdir. Piyadanın zamanı 5-dir. Getdiyi yol tapanda 4-ü 5-ə vurursunuz. Bu deyilir 20 kilometr. Belə, bu haqda danışdıq. Baxaq növbəti məsələmizə. Baxırıq 11 nömrəliyə. 11-də bizə nə deyir? Avtomobil 500 km yolu 25 saata gedir. Avtomobil bu yolu 5 saata getməsi üçün sürətini nə qədər artırmalıdır? Bax, birinci S bərabərdir 500-ə. T nəyə bərabərdir? T də bərabərdir 25-ə. Bəs V neçədir? O zaman 500-ü bölürsüz 25-ə. Çünki sürət tapılanda gedilən yol zamana bölünür. Sürət bərabərdir 20-yə. Bundan danışdıq. Sonra nə deyir? Deyir ki, avtomobil bu yol nə qədərdir? 500-dür. Neçə saata getməsi üçün? 5 saata getməsi üçün. Gəlin də burada V-yi tapaq. Görə bunun sürəti neçə olmalıdır? 500-ü bölürəm 5-ə. Sürət olmalıdır 100. Əvvəl sürət 20 idi, indi olmalıdır 100. Nə qədər artırmalıdır? 100-dən çıxırsınız 20-ni, yerdə qalır 80. Demək, sürətini nə qədər artırmalıdır? 80 km böl saat artırmalıdır. Belə, bu haqda da danışdıq. Baxaq növbəti məsələmizə görə növbəti məsələdə bizə nədən danışır? Baxırıq 12 nömrəliyə. 12-də də bizə deyir ki, motosikletçi 3 saata 180 km yol getdi. Velosipedçinin sürəti motosikletçinin sürətindən 45 km/saat azdır. Motosikletçinin sürəti velosipedçinin sürətindən neçə dəfə çoxdur? Bax, motosikletçidən danışırıq. Bax, buraya yazırıq motosikletçi. T bərabərdir 3-ə, S bərabərdir 180-ə. Mən o zaman burada V tapa bilərəm. Sürət tapılanda gedilən yolu böləcəksiniz zamanı. Tapdıq 60. Bu motosikletçinin sürəti. Sonra velosipedçinin sürətinə nə deyir? Bax, burada yazırıq velosiped. Velosipeddən nə danışır? Velosipeddə isə deyir ki, bu 60-dan 45 km azdır. Yəni 60-dan 45-i çıxacaqsınız, qalacaq 15. Bu da velosipedçinin sürəti. Motosikletçinin sürəti 60, velosipedçinin sürəti 15. Bizə də deyir ki, motosikletçinin sürəti olan bu 60, velosipedçinin sürəti olan 15-dən neçə dəfə çoxdur? O zaman bölürük. Görürük ki, 4 dəfə çoxdur. Cavabımız olacaq neçə? 4 dəfə çoxdur. Belə, bu haqda danışmış olduq. Baxaq növbəti məsələmizə. 13 nömrəlidə bizə nə deyir? 13 nömrəlidə dedi ki, sürəti 40 km/saat olan maşını 120 km yola sərf etdiyi vaxtda 85 km/saat sürətlə hərəkət edən qatar neçə kilometr yol gedər? Bax, əvvəlcə V-yi veriblər bizə. 40 km/saatdır. Getdiyi yolu da veriblər. 120-dir. Yazırıq bura. O zaman burada T nəyə bərabərdir? 120-ni, yəni gedilən yolu böləcəksiniz sürətə. Bərabər olacaq 3. 3 saat zaman sərf edib. Deyir, indi bu 3 saat ərzində əgər sürət 85 olsaydı nə qədər yol gedərdi? O zaman S bərabərdir 85-i vuracaqsınız 3-ə. Bununla da məsələni həll eləmiş oluruq. Bu deyilir 255 kilometr yol getmiş olar. Belə, bu haqda danışmış olduq. Baxaq növbəti məsələmizə. Baxırıq 14 nömrəli. Yəni sınağımızın sualları asan deyil. Sadəcə olaraq dərsdə də qeyd etdim ki, bizim belə müəllimlərimiz var ki, yığma dərslər keçirlər. Onlar daimi şəkildə riyaziyyat və yaxud da ki, Azərbaycan dili dərslərini keçmirlər. Onlar unutmuş olurlar və o müəllimlər üçün çətin gəlir birdən-birə bu sürət məsələlərini başlamaq. Biz də çalışırıq ki, ən sadədən onlara başa salaq ki, sertifikasiya imtahanında kəsilməsinlər, uğurla imtahan vermiş olsunlar. Yəni hər bir səviyyədə olan müəllimi, bilik səviyyəsini nəzərə almış oluruq da. Yəni hamı mükəmməl şəkildə bilmir də. Bunları bilməyən müəllimlərimiz də var. Onlar da öyrənsinlər ki, gəlib digərlərinin səviyyəsinə çatmış olsunlar. Birdən mürəkkəbdən başlayanda yaxşılar biləcək, yəni yaxşı bilənlər biləcək, o zəif bilənlər isə bilməyəcəklər də. Onun üçün də hər bir səviyyədə bilik səviyyəsini nəzərə almışıq. Baxdıq 14-də. Bir şəhərdən digərinə 80 km/saat sürətə gedən maşın 2 saat getdikdən sonra sürətini 15 km/saat azaltdı və qalan yolu 5 saata getdi. Şəhərlər arasındakı məsafəni tapın. Baxın, bir şəhərdən digərinə deyil, 80 km/saat sürətə gedən maşın 2 saat getdikdən sonra. Demək, bunun T bərabərdir 2-yə, V bərabərdir 80-ə. Gəl bunun getdiyi yolu tapaq. O zaman 2-ni vurursunuz 80-ə, bu eləyir 160. 160 km getdi. Bunu gedəndən sonra nə idi? Deyir ki, sürətini 15 km/saat azaltdı. Sürət neçə idi? 80 idi. Əgər 80-i 15 azaldıbsa, sürət neçə olub? 80-dən çıxırsınız 15-i.
Yerdə qalır 65. Yəni yeni sürət 65-dir. Bundan sonra bu 65 ilə də 5 saat gedib. Deməli t bərabərdir 5-ə, v bərabərdir 65-ə. 65-ə bərabər olur buradan. O zaman nə qədər yol gedəcək? Sürəti vuracaqsınız zamana. Görək nə qədər yol gedir. 65-i də vuranda 5-ə 325 kilometr yol gedəcək. Bizdən nə soruşur? Şəhərlər arasındakı məsafəni tapın. Biz də bayaqları birinci getdiyi yol 160 tapmışdıq. Sonra da 325 getdi. Cəmi nə qədər yol getdi? Çünki bizdən şəhərlər arasındakı ümumi məsafə soruşulur da. O zaman 325 ilə də 160-ı toplamaq lazımdır. Bu deyilir 485. Cavabımız neçə olur? Cavabımız olur 485. Bu da variantlarda qeyd edilmişdir. Belə, bu haqda danışmış olduq. Baxaq növbəti məsələmizə. Baxırıq 15 nömrəli məsələyə. 15 nömrəli məsələdə bizə nə deyir? Deyir ki, 480 km yolun 3də 1 hissəsi asfalt. Bax, buraya yazırıq asfalt. Bax, 480 km yol yazılıb bura. Bax, 480 km yolun 3də 1-ini tapıram. 480 bölürəm 3-ə, vururam 1-ə. Bu elədir 160. Asfalt yol 160'dır. Bu getdi. Sonra 2də 1 hissəsi torpaqdır. 480'in yeni indi 2də 1-ini tapıram. Bu deyilir nə qədər? 240. Nədir bu? Torpaqdır. Burada yazıram. Torpaq yol nə qədərdir? Torpaq yolda 240 kilometrdir. Sonra burada yerdə təmizləyək buradan. Qalan yol daşlıqdır. Gəl toplayaq bax bunları. Görək nə qədər eləyir? 160'ın üzərinə 240'ı gəlin. Eləsin 400. Yerdə nə qalır? 80 qalır. Deməli qalan yol olan 80 də nədir? Daş yoldur. Burada yazırıq. Daş yol 80'dir. Tapdıq hamısını. İndi bundan sonra nə deyir? Deyir ki, maşın torpaq yolda sürəti 60 km. Torpaqda V bərabərdir 60'a. Sonra asfaltda sürəti 80. Asfaltda V bərabərdir 80. Daşlıq yolda sürəti isə bərabərdir 40'a. Bunlar nə idi? Bax, bizim 160, 240, 80 yazdığımız nə idi? Bunların S-ləri idi. Bunlar yəni gedilən yollardır. S-lərdir və burada yazdığımız nələrdir? Sağ tərəfdəkilər isə sürətlərdir. Zaman tapılanda gedilən yol bölünəcək sürətə. Bura 2 saat zaman sərf edəcək. Torpaq yolda 240'ı böləcəksiniz 60'a 4 saat torpaq yola sərf edəcək. Daşlıq yolda da 80'i böləcəksiniz 40'a 2 saat da burada zaman sərf edəcək. Avtomobil bütün yola nə qədər zaman sərf eləmiş oldu? Bax, bunları toplamış olacaqsınız. Zamanları toplayırıq. 2 üstə 4, 6, bu da 2, 8. 8 saat zaman sərf eləmiş olacaq ki, bu da variantlarda qeyd edilmişdir. Videonu bəyənmək, kanala abunə olmaq yadımızdan çıxmasın. Sınaq haqqında bu qədər.